Değerli vətənlərim, şəxsən Alyonanın ağzına o boyda şeyi almadan mən onun tədbirlərdə rəhbər kimi görünməsinə mən normal baxardım, belə pis şey eləməzdim də. Ha, indi o videolardan sonra, o şəkillərdən sonra baxamıram da, partlayayım mı mənə? Bakayım danışmayayım, qoy ölüm. Qoy danışmayacağım, qoy ölüm. Bir həftə danışmasam ürəyim partlayar həmən. Divara danışaram hə. Daşa danışaram hə mənə. Bu ağacı zadı tutub danışaram hə, vallah danışaram hə. Hələ mən sizə qədimdən danışım. 9 il bundan qabaq. 9 il bundan qabaq bir kompüter almaq istədim. Danışmışam da sizə bir hissəsini. Yadınızdadır o neydi onun adı? Ice firması, Ice fabrikində işlədiyimi. Fabrikində balaca bir müəssisədir. 5-6 nəfər işləyir. Orada işlədiyimi danışdım da. O aparatın açmağını, nə bilim, mənim bildi ki, siyasi bir adam. O, hələ ondan qabaq mən hara getdim, bilirsiniz? Türk marketə işə düzəldim. İşə düzəldim deyəndə dedilər, gəl burada 4-cü günlər bazar olur, hambalıq eləyəsən də, qarpızları doğrayasan. Elə 4 yerə ya 2 yerə, o üçün qarpız doğrayıb, cığalıya büküb satarsan. Dedim yaxşıdan. Boş vaxtında da indi boşalan yeşiyi ora daşı, bura daşı. Allah Allah. Bazardır da, bazar şəhərində. Yeşil götürəm qarpızdır, meyvələr də gətirəm, meyvə də büküb verirəm də, salafanda meyvə də verirəm də, müəyyən meyvələr. Hansı meyvə oktavaya düşür, ucuzluğa düşür, xiyar olsun, pomidor olsun. Nəysə. İndi boşaldıqca yeşiyi aparıram, yeşik gətirirəm. Yeşiklər götürücə verirəm. İlham Ananın ağzına. S hərfinə söyürəm. Mən açıq söyüş söyürəm. 4 dənə yeşik götürürəm, 2 dənə yeşik götürürəm. Yadıma rütbələrim düşür, yadıma vəzifələrim düşür. Döyüş bölgələrində qəhrəmanlıqlarım düşür. İlham Ananı belliyim, İlham arvadını belliyim. Leyla sənin ağzına belliyim. Arzu ağıl dişini belliyim. Mehriban səni belliyim. İlham belliyim. Anan Zərfənin torunu belliyim. Mən dəli oluram bax, mən rahat olamaram bax. Müdür də baxır belə. O anla müdürlər də, işçilər öndə, köhnə işçilər də olan müdür var onun kömək. Deyir, bu nə danışır? Bu nə donqul deyir dilinin altında. Obşum ora-bura zırt deyirəm. Bir gün keçdi, 2 gün. Heç də kompüter alıb sizin qarşınıza çıxmaq istəyirəm də. Kompüter almaq istəyirəm də. İndi məni tanıyan var da. 5-6 nəfər, bir nəfər zəng eləyib, bir kart at, pul göndərin. Dana nə qədər vaxtda demişəm atıcıyla. Bilirəm da indi 1-2 nəfər, 3 nəfər, 5 nəfər, uzağı 5 nəfər bizi sevən var. Bir 50-dən 100-dən göndərirlər, 200. Nəfəs alıram da, özümü girələməyə çalışıram. O vaxt heç kim tanımırdı axı mən. O vaxt tanımırdı. Bir tacik arvad var. Qonşum bir tacik vardı arvad. Adı neydi görüm? Adı yadımdan çıxdı. Mənim adı yadımdan çıxmaz, özüm demək istəmirəm. Hər nəysə. Ondan mən 12 ay 50 euro borc aldım. Yəni bu aydan o aya çata bilmirdi pulum. 50 euro 12 ay pul aldım ondan, borc pul aldım. 12 ay 50 euro. Çatdıramırdım da. 12 ay 50 euro. Burada hamısı saatla gedir. Ağlınızı Azərbaycana vermirəm. Dostlar gəldi, oğlu gəldi, ad günü dinəmirlər. Qolum. Bura Almaniyada ki. Qəpiyim burada çotu var, çotu var. Nə danışırsınız sizə? Almaniyada ki. Azərbaycan deyirlər. Mən bir həftə, bir ay bundan qabaq planlayıram ki, məsələn, qurtap yiyəcəm, indidən onun pulunu hardan düzəldim, onun pendirini hardan alım. Bura Almaniyadır, bura Azərbaycan deyil. Hər nəysə, dəyərli vətənlərim, dəyərli soydaşlarım, uzun sözün qısası, bu da bir yaxşı şeydir ki, insan çotunu bilməlidir. Gəlirini, çıxarını bilməlidir. Devlətin bir ekonomikası olduğu kimi, insanın da bir ekonomikası olmalıdır. Bəli. Sözüm indi ondan getmir, dəyərli vətənlərim, dəyərli soydaşlarım, adam gedir Ursetə. Ursetdə 10 il, 20 il bir ayağını qaldırır saat 4-də, 5-də marozda, o birini qoyur, pomidor satır, xiyar satır, meyvə satır. Amma İlham Əliyev sevir. Daha bilmir ki, bunun dalına mızrağı İlham Əliyev geyindiribdir. Tərkimləyibdir. Bunu bilmir ya da bilmək istəmir. Qorxusundan elə düşüncəyə də dalmaq istəmir. Mən zat daldırayım da. Gəl mən zat daldırayım da.